dırnaqların yeyilmə məsələsi aktual bir məsələdir. Bu, uşaq vaxtından uşaqlarda əmələ gələn bir xəstəlik kimi qeyd eləmək olar. Böyüklərdə də olur bu, bəzən uşaqlıq vaxtında olmur, böyüklərdə də əmələ gəlir. Bu, müxtəlif xəstəliklərin əmələ gəlməsinin banisidir. Dırnaqlarda olan infeksiya mədə bağırsağa, yuxarı tənəffüs yolları vasitəsilə daxil olur və müxtəlif xəstəliklərin əmələ gəlməsinin ortalığa çıxmasına səbəb olur. Bunun qabağını almaq əlbəttə bəzi iradəsi möhkəm adamlarda, böyüklərdə məsləhətlər verib başa salmaqla qabağı alınır. Uşaqlarda isə bu çox çətin olur. Uşaqlar adət şəklini alır. Böyüklərdə də adət şəklini alır. Ancaq qabağını almaqda məsləhətlərlə və başa salmaqla. Məsələn, uşaqların barmağına acı şey sürtürsən, əvvəl duz sürtürsən, sonra istoz sürtürsən və yaxud müxtəlif belə acı tamlı dərman şeylər sürtürsən, onu uşaqlar ağzına aparanda ondan imtina eləməyə başlayır. Böyüklərdə isə yenə başa salırsan, bacarmayanda barmaqları bağlayırsan bintlə və yaxud hansısa bir materialla barmaqların ucları, dırnaqlar bağlanır, ağza aparılanda hiss olunur və bir müddət bu belə şəkildə qalır. Bu adəti şəkildən xəstələr azad olur. Ümumiyyətlə, dırnaqların dibdən kəsilməsi həm uşaqlara, həm böyüklərə aiddir. Çünki dırnaq infeksiya mənbəyidir.